Əslində nəinki uşaqlara görə, böyüklərə görə də ünsiyyət daha vacib bir məsələdir ki, bu bizim indiki dövrdə biraz çox zəifdir, belə deyim. Valideynlər bəli, gələndə demək olar ki, çox hissəsi şikayətlənirlər. Uşağım evdə telefon əlinə yerə qoymur, televizora baxır. Telefonsuz yemək yemir. Bəli, bəli, o da çox ziyandır. Telefona baxa-baxa uşağa yemək vermək çox ziyandır. Uşaq onda çeynəmə qabiliyyətini itirir. Uşaq onda fikri çünki yeməkdə olmur. Beynin bir şeyi idrak etmə həzzi olmur. Bəli, əsas o beyin yönəlir telefonda olan nədirsə ona. Hətta valideynlər uşaqların pediatrın yanına aparanda da onlar da çox məsləhət görürlər bağçanı, uşaqları bağçaya yönləndirin, uşaqlar orada sosiallaşması daha rahat olur. Mən hər zaman valideynlərlə söhbət edəndə deyirəm, valideynin özü pedaqoq olsa da, öyrədicisi yaxşı olsa da, yəni hər bir uşağın inkişafı üçün bir şeyləri ev şəraitində versə də o bağça kimi olmur. Bağçada uşaqların içində olmağı bir uşağın onun sosiallaşmasına daha tez, rahat səbəb olur ki, nəinki evdə. Və bağçada təbii ki, telefon, televizor olmadığına görə və uşaqların əl işləri olsun, uşaqlar hansı ki, inkişaf edici vəsaitlər var, onlarla işləyirlər və bəli, ətraf aləmlə tanışlıqda uşaqlar həyətə çıxaraq nəsə tanış olurlar və bizdə bunu da qeyd edeyim, məktəbə qədər hazırlıq da vardı.